təbliğə verilən təriflər. Dövrümüzdə təbliğlə məşğul olan, bu mövzuda əsərlər yazan müəlliflər təbliği ancaq İslamın həyata tətbiqinə çalışmaq, Quran və sünnəyə qayıdış şəklində ifadə edirlər. İslamın əsaslarından uzaqlaşanları həmin əsaslara dəvət etmək, əslində İslama dəvət etmək deməkdir. Bu barədə müəlliflərin fikirlərinə baxaq. Müsəlman əvvəlcə dəvətin məsuliyyətini dərk etməli və öz nəfsini islah etməlidir. Ta ki, İslam onun xarakterinin ayrılmaz bir hissəsi olsun. Bilməliyik ki, müsəlmanın özünü islah etməsi başqalarını İslama dəvət etmək üçün əsas şərtdir. Onlar bu mərhələni qət edib İslam dinini həyatlarında və yaşayışlarında əks etdirdikdə, növbə digər insanların dəvət edilməsinə gələcək. Çünki insanlar tabi olmaq üçün nümunəvi insan axtarırlar. Bu ifadə Ramazan Butiyə aiddir. Növbəti tərif. Ailə cəmiyyətin əsasını təşkil edir. Ailədə söz sahibi olaraq sadəcə kişinin İslami əsaslara görə hərəkət etməsi yetərli deyil. Ailədə və cəmiyyətdə qadının müstəsna yeri var. Buna görə təbliğçi hər şeydən əvvəl təbliğə öz ailəsindən başlamalıdır. Əhməd Faiz, Tariqud Davə. Təbliğin müxtəlif növləri var. Müsəlmanlar İslamı daha yaxşı anlaya bilmək və təbliğ edə bilmək üçün öz aralarında dəvət fəaliyyəti ilə məşğul olmalıdırlar. Bu bir. 2. İslamın həqiqət və mahiyyətini bilmələrini təmin etmək üçün İslamın yalnız adını eşitmiş insanlara təbliğ etmək. Məsələn, Avropada təbliğ etmək. Çünki orada materializm, batil dinlər və inanclar, həmçinin fəlsəfə geniş yayılmışdır. 3. İslama qarşı var gücləri ilə fəaliyyət göstərən İslam düşmənlərinə təbliğ etmək. Digər tərif. İslam ölkələrində müsəlmanlar arasında təbliğ sahəsində boşluq var. Müsəlmanlar həqiqi təbliğçilərdən məhrumdurlar. Bu ifadə Zəhəbiyə aiddir. Günümüzdəki müsəlmanların bir çoxu qeyri-İslami cəmiyyətlərdə yaşayırlar. Məsələn, Avropada yaşayan, Amerikada yaşayan müsəlmanlar. Bu isə onların həyatına öz mənfi təsirini göstərir. Buna görə də təbliğçilər daha fəal olmalı, müsəlmanlara İslamın ədəb və əxlaq qaydalarını xatırlatmalıdırlar. Təbliğdə 3-cü sinif insanlar müsəlman kimi görünən, əslində isə müsəlman olmayan münafiqlərdir. 4-cü sinif isə imanı zəif olan müsəlmanlardır. Əbdülkərim Zeydan, Üsulü Davə. Təbliğdə yumşaq davranmaqdan məqsəd riyakarlıq və münafiqlik deyil. Öyüd nəsihəti insanların qəlblərinə təsir edən tərzdə yumşaq və təsirli üslubla təbliğ etməkdir. Xüsusilə müsəlmanlara qarşı təbliğdə daha diqqətli olmaq lazımdır. Təbliğçi İslamı yeni qəbul edənləri müsəlman olduqdan sonra öz başına buraxmamalıdır. Çünki onlar müsəlman olsalar da köhnə inanclarından, adət-ənənələrindən tam qurtulmamış ola bilərlər. Bu isə özlüyündə onların İslamdan çıxmasına gətirib çıxara bilər. Təbliğçilər bu məsələdə çox diqqətli olmalıdırlar. Yenə Əbdülkərim Zeydan, Üsulü Davə. Təbliğ insanları xeyir əməllərə çağırmaqdır. Bir çox İslam aliminin qeyd etdiyi kimi, yaxşılıqların ən böyüyü Allahın varlığına və birliyinə iman, pis əməllərin ən böyüyü isə ona şirk qoşmaq və üsyan etməkdir.
Nəticə etibarilə İslama dəvət təbliğçinin şəxsi ilə başlayan, ailəsi başda olmaqla qohumlar, qonşu və yaxınlar, müsəlmanlar və bütün insanlara şamil edilən müqəddəs vəzifədir. O, İslamın ilkin şərti və əsasıdır.